tabinlerden biri deyir ki, bir nefer bir insanın evinin yanından geçirdim ve onun tövbe vaxtına düştüm. Həmin insan, bu tabinlərin zamanında baş vermiş hadisedir. Həmin insan düşdüyü fahiş günahından Allah'a dönmüştü ve tövbe eləyəndə, yəni ilha ilə Allah Subhanahu teala tadarru ilə, qorxu və həyəcan ilə qayıtmışdı və duasını qapının qırağında, yəni eşitmək mümkün idi. Mən də onun evinin yanına keçəndə onun Rabbi ilə öz arasında olan münacatından, ettiği duasından faydalandım. Duanı eden kimdi? Günaha batmış genç. Gönə gözəl dua eləyir. Deməli günaha batıb deyir ki, ey Rabbim, şübhəsiz ki mən sənə qarşı günah etmədim ki səni təqdir etmirəm haqqıyla. Sənə qarşı günah etmədim ki sənin mənə qarşı məkr və tuzağından əminəm. Şübhəsiz ki sənə qarşı günah etmədim ki sənə hörmətim, izzət və cəlala təqdirim yoxdur. Sənə qarşı günah etmədim ki sənin əzabını aşağı gördüm ya da ki ondan əmin oldum. Ya Rab, sənə qarşı günah etməkdə səbəbim nəfsim əmmaratun bis-su və hava. Nəfsi istəklərimin qarşısında aciz olmağım və sürəkli günahları əmr edən nəfsim və şeytan, həmçinin şeytan. Çox gözəl ehtizar gətirir. Deyir ki, həmin alim tabiin deyir ki, subhanallah, bu gəncin yəni duasını özümə götürdüm.